Qazaxstana uçuruq Şimkentə. Hoş geldik. Hara gedirik? Şimkentə gedirik. Çox adam Çimkent deyirlər, hə. Azərbaycan dilində Şimdi Şimkent. öğrenerek gittiğimiz yerden barəsində xanımın YouTube verilişindən gözəl məlumat ala bilərsiniz. Çox gözəl danışır. İnşallah. Salam. Lala. Salam. Biz Azalın lunch hissəsindəyik. Sizə buranı belə göstərmək istəyirəm, insanları narahat eləmədən. Negra, mən izah edeyim də sizə. Biz orkestra tez baş vermir, amma olur da hallar. Məsəl üçün, hava şəraitinə görə Bizim uçuşumuz yazılıb da yəqin ki ora. Şimkent 12:55, hə? Hə? Biraz telefonla da bir şeyler çəkim. Unutmuşam kamerada. Kamera ilə nəysə. Allah, bir dənə bu təyyarəyə baxın. Necə böyükdür. Bilmirəm bundan uçuruq yoxsa yox. Amma bu gördüyüm ən böyük Azalın təyyarələrindən biri ola bilər. Lan çox gözəl işıq alır bu arada. Biraz Əfruzənin də başını xarab eləyərsən kaçarla. Ama 10 manata 1 GB nerede? Gel buradan onda nömrə var. Ben internet sıkıntı. Aldı ucuzdu. Hı? Aldı ucuzdu şey. Bence. İlk öncə sizi bura yerləşdirim. Bu digər səyahətlərimdən çox fərqlənir. Çünki bu bir əməkdaşlıqdır. Əslində mən travel blogger sayılmazdım. Ta ki Taylanda gedənə qədər. Ondan öncə uzun bir ara vermişdim. Uzun ara dediyim 1 il bir ara vermişdim və səyahət eləmirdim. Buradakı işləri yola verməyə çalışırdım. Səyahətə başladım və dünyanı gəzmək mənim bir arzumdur. Dedim ki, bunu artıq kontentə çevirməliyəm və travel blogger olmaq istəyirəm. Siz bu videoları izləyəndə mən artıq çox kontentlər paylaşmış olacağam Instagramda və ya TikTokda, amma YouTube'a yeni başlayıram. Ona görə mənə dəstək olsanız çox sevinərəm. Çünki mənim üçün çox çətindir bu kamera ilə video çəkmək, bunları editləmək. Çünki sıfırdan başlayıram. Çox öncədən başlasaydım, məncə daha təcrübəli olardım və daha yetişmiş olardım, bişmiş olardım, amma təəssüf ki, gec başlayıram. Qısa müddət ərzində Taylanda getdim, Hindistana getdim və gəzərkən kontentlər yaratdım. Və indi hazırda Azalla birlikdə ilk dəfə Qazaxstana gedirəm. Azal Şimkentə ilk dəfə birbaşa uçuş həyata keçirir və o uçuş bugün həyata keçəcək. Biz influencerlar olaraq bu əməkdaşlıqdan çox şadıq və təkcə biz burada deyilik. Bir neçə turizm nümayəndələri, bir neçə Azalın əməkdaşları, yəni böyük bir qrup halında gedirik. Məncə çox maraqlı olacaq. Bizim üçün böyük və zəngin bir proqram hazırlayıblar və bu proqramı oxuyanda dedim ki, wow, yəni bizi çox gözəl günlər gözləyir. Həm əylənəcəyimiz, həm də məncə məlumatlanacağımız bir səfər olacaq. Mən çox şadam. Bu əməkdaşlıq mənim üçün biraz əlçatmaz idi. Hətta mən 1 ildir çalışırdım ki, Azalla bir əməkdaşlığım olsun. O zaman əlimdə bir materiallar yox idi. Var idi, amma bu qədər bir material yox idi. İndi həqiqətən çox şadam və çox sevinirəm ki, belə bir addım ata bilmişəm. Nəysə, gözləyə görə biz nələr gözləyir. Məncə çox maraqlı olacaq. Videonu bəyəndisə, abunə olmağı və videonu bəyənməyi unutmayın. Artıq yavaşdan başlayırlar. Mən də gedirəm təyyarəyə. Nəcəf gəldim. Biz artıq geytə gedirik. Çok sağ olun. Salam, Hoş geldiniz. Buyurun. Teşekkürler. Yükseklikte ve 850 km/saat süratle geçilecektir. Uçuş
Mustafa'nın tebrik et siz rehberden olması için. Ay ne güzel. Здравствуйте, добро пожаловать, угощайтесь. Садитесь сюда и угощайтесь. И участие в сегодняшней встрече. Разрешите представить участников сегодняшней пресс-конференции, президент авиакомпании «СКАТ» и директор ТУО. Aha. Nədə marujnalıdır, çox dadlı. Ay yok, tortayı da çok seviyorum. Üz vurmasaydın dayı. Bəli, biz Şimkentə gəldik. İndi çamadanlarımızı götürürük. Allah kəssin, bu çamadan it ağzından çıxıb elə bil. Elə bildim Hindistandayıq. Hindistan istisi var burada. Mən Türkiyədə bir dəfə butada 2 nəfərlik belə oturacaq ona yer. Belə elədi samarı, sonra jet ki belə elədi, təzədən gəldi. Ona kimi heç samarı baxmadım. Ondan sonra mən də şey Объяснят, что какая еда, что нас ожидает впереди. Будет шоу-программа хорошая, именно с едой связана. Sizə süfrəmizi göstərmək istəyirəm. Necə gözəldir. Çox gözəl. Çox qəşəng görünür. Можешь сюда, можешь туда, без проблем. Yanımdakı qız dedi ki, at ətidir ya da dil. Tam dəqiq bilmirik nə ətidir. Necə at südür, dadına baxıram. O qəribə bir qoxusu var. Qoxusuna bax. Kroşka var, elə bir onun turşumuş versiyası. Necə oldu? Dediyim kimi deməli. Это блюдо называется казан-кебаб. Национальное блюдо казахской степи, так скажем. Бұл тағамда арнайы сыйлы қонақтар үшін дайындалады. Бас аспазымыздың қатысуымен өз сөйлемде тандырда дайындалған тағам. Приготавливается только для особых гостей. Біз қазақ халқы қабырғаны сыйлаған халықпыз. Қабырға құрметті қонақтарға беріледі. Сіздерді құрметті қонақ ретінде сіздерге арнайы тағамымызды қабырға бұйырсын. В основном это блюдо готовится из ребер, поэтому мы его приготовили именно из ребер. Давайте взглянем. Ал қазір сіздерге кішігірім тағамымызды шоу ретінде ұсынатын боламыз. Дәмін көріп бағасын беріңіздер. Астарыңыз дәмді И болсын. покажем это как шоу. Ой, мамочка. Вау.
göstərmək istəyirəm sizə. Görün nə maraqlıdır belə. Səhv eləmirəmsə bu məkanın aldığı sertifikatlardır, mükafatlardır burada sərgilənib. Amma ən maraqlı bu otaqdır. Buna baxın. Gör necə maraqlıdır. Çox qəşəng eləyiblər. Əgər Şimkəntə gəlsiniz bu məkana mütləq gəlin. Məkanın adını altdan yazacağam. Buradır. Biz indi restorandan çıxdıq avtobusdan. Avtobusa minəcəyik, daha doğrusu Arbata gedəcəyik. Biraz oranı gəzdikdən sonra isə otelə təkrar qayıdacaq. Sabahları əsas günümüz başlayacaq. Bizim Targov kimi bir yerə gəlmişik. Burada yeməklər belə $1 başlayırmış. Başlayır yoxsa? Konsol qiymətədir. Necə yəni? Yəni bütün seçimlər və hansılar varsa hamısı demək olar 500-dür. 500 təxmini $1 Nə ucuz. 150 manatı. Onda da çıxır 50 cent. Bir özləri qəsdən gediblər kəntəs. Bunun dadına baxa bilirsiniz. Zaryadkam az qalıb, ona görə də biraz şəhəri çəkmək istəyirəm sizə. Они близко друг к другу. Sumqayıt. Да. Ну, Nəcəf deyir ki, bura Sumqayıta oxşuyur. Gah Salyana oxşadır, gah Sumqayıta oxşadır. Da bilmir hara oxşadır. Откройте накопительный частный депозит с годовой эффективной ставкой рождения 20%. Sabahınız xeyir. Bugün sizə gəldiyimiz Rixos oteli göstərmək istəyirəm. İlahi, bura necə möhtəşəmdir. Bura mənə azca Perpalası xatırladır. Çox gözəldir. Belə gəlin bir tur eləyək. Əsasən mən bunları çox bəyəndim. Mənim evim olsa, yəqin belə motivlərdə, belə detallarda divan, kreslolar. Mən bunları çox bəyənirəm. Çox gözəldir. Ümumiyyətlə, sizə indi biraz foye tərəfi göstərim. Foye tərəf vapşı möhtəşəmdir. Ümumiyyətlə, xoşuma gəldi yaşıllığın olması və bu yaşıllıq süni yaşıllıq deyil ha. Təbiidir. Sizə foyeni göstərim. Mükəmməldir. Buna baxın. Bu arada səhərdir deyə tam səsim açılmıyor. İstəyirəm mən əslən bu tərəfdə bir çəkiliş eləyim. Düşə bilsəm. Mən sizə foye tərəfi göstərmək istəyirəm. Girişi bu formada düzəldiblər. Bu kamera niyə belə çəkir? Çox qəşəngdir. Buradan məni də görə bilərsiniz. Belə mini qarşılama kimi bir masa düzəldiblər. Görünüş çox gözəldir, baxın. Mükəmməl görünür. Sovet sistemi içində var. Mən də Bilirəm, cavabını bilirəm. Çox bildimsel açıqlama verdim. Onsuz bundan cavanlar bilmir. Dönüstəndə qızlar heç bilmir. Hamı neysə çəkir, mən də çəkim. Mənim YouTube kanalımda nə əksiyi var ki? Bu çox dadlıdır. Bu dəhşət dadlı bir şeydir. Это если стыковка у пассажира от 8 часов и более, авиакомпания «Государственная авиалиния» предоставляет бесплатную гостиницу «Баку». Для экономического класса пассажиров. Красота природы, крупный промышленный и культурный центр. По разной площади. Сейчас мы с вами спустимся в самый главный зал, Ballroom. Там у нас проводятся не только конференции. Vau. Konferansdan sonra tur eləyirik. Həm room tur olacaq, həm də belə məkanı gəzirik. Otelin restoranını.
посмотреть. Если кто-то еще не женился, пожалуйста, можно прямо сейчас. Отличающий в Турции же такой роскошный вариант. Wow. Sesine bakın. Çok güzeldi. Böyle size göstereyim. Bura qonaq otağıdır. Foyesi çok böyükdür bu arada. Luxury room. Hər otaqda da iş masası var. Bura daha fərahdır, işıqlıdır. Buranı daha çox bəyəndim. Way different from the presidential. Necə gözəl bir yerdəyik. Mükəmməldir masa. Sen ne temel güzel devre. Bizim babamız yeni. Bunlara baxın. Paşa burada, bu burada. O bulkadan yoxdur, Nərmin. Ha, var. Yoxdur. Olar ki, mən telefonumdan çəkirsən, əziz. Bizə belə bir plov verdi. Bu plovun adı nə idi görəsən? Lezzetli görünür. Kameraman. Naziyin qoyuyorsunuz. Kılavuzu olma götürmək olmayacaq. İkinci iştah gəldi, qoymuş. Mən də yeyəcəyim. Şimqala nə qəşəng görünür, maraqlıdır. Gəlmişik Şimqalaya, amma burada bir isti var. Elə bir Hindistandayam. Hindistan istisi bərabərdir buranın istisi. Burada maraqlı şeylər var, hansı ki Qazaxstanda bir çöldə yaşayan insanlar olur. Onlara ithafən belə düşərgələrdə qurduqları çadırdan var. Был подземный туннель, древний город Сайрам. Сайрам находится в 30 километрах от города Шымкента. К сожалению, сам туннель не уцелел, но здесь восстановлено, как он выглядел в те времена. Здесь могли спокойно поместиться в одну колонну 4 лошади, полностью снаряженными, полностью вооруженными. В случае войны в цитадели в Шымкенте люди могли идти в безопасное место, на безопасное расстояние. Город Сайрам. Сейчас мы после цитадели направимся в этот древний город Сайрам тоже. На открытие, да, это на углу. 19-cu əsrə aidiymiş. Строительство идет полным ходом. Mənzərə çox qəşəng görünür burada. Ay baba, mən nə bilim sən?
Düşünün ki biz bir ekskursiyadayıq. İndi bizə bir gid təyin elədilər ki, bizə məlumat versin. На территории цитадели у нас жили Рабат. Там жили простые люди. Quyu. Здесь у нас сверху протекает река река Бадан. Оттуда по океанической трубе ходила в хаос. И дальше она стекала уже. Biraz qazıb sonra düzəldiblər də yəqin ki. Təzədən hamısını ediblər. Göbəkli təpəyə oxşuyur. Hə. Aferin Nərmin, sən coğrafi biliklərini süperdir. Bəli. И была намного ровная дорога без грязи. Deməli o zamanlar 13-14 yaşlı qızlar evlənirmiş və belə bir otaqları olurmuş ki, cəhizlərini belə bu otaqlara yığırmışlar. Onu canlandırmaya çalışıblar. Ümumiyyətlə Qazax tarixini, Şimkənd tarixini. Bu formada masaları, yer masası, insanları canlandırmaq istəyiblər. Boş qablar və beşik var. Hər yerdə də bu tülkülər soyublar. Какая боевая задача нужна? Orada Qara buludlara baxır başımızın üstündə. Yenə bir muzeydəyik. Buranı daha çox bəyəndim. Həm sərindir, həm işıqlıdır. Sizə belə göstərim. Baxın. Necə olduğu kimi saxlayıblar. Gözlər bu formada. Bəli, yenə də onların belə deyək də etnoqrafiyasını canlandırmaya çalışıblar. Bəli. Hə? Ne necəydik? Biz də gəlmişik İbrahim Ata məscidinə. Название из Пиджака. Город на Белой реке. Дальше все-таки название Сарам за... Çox qəşəngdir. İldırım çaxdı. Qapının ağzından baxaraq heç nə olmaz. Читают как человека, который проповедовал ислам, но еще имел такие свойства, как он предвидение, давал советы. И до сих пор жители нашего региона Казахстана, Узбекистана, Кыргызстана приходят, чтобы почтить его. Keçoyunu göy qurşağını çəkmək. Səsimdən iyrəndimi? Assalamu alaikum. Növbəti məscidə gəlmişik və mənim arxamdakı göy qurşağını görürsünüz. Da. Çox gözəl məsciddir. Yaxından görməlisiniz bunu. Çox möhtəşəm görünür. Здесь снимаем, берем руки, и здесь есть... İstədiyim kimi. Tezdən. Biz böyle bir şey giymişik. Başımız açıq olur için. Aydan çıxır. Onlar buraxmayacaq. Hello, yenidən. Dünən heç bir şey çəkə bilməmişdim çünki kartım dolmuşdu. Ona görə də bugün çəkməyə başladım. Biz bu günləri Etnola gəlmişik. Görə bilərsiniz. Sizə göstərim. Burada əl işləri sərgilənir. Mən də eləməyi yoxlayacağım birazdan. Возвращаетесь в область.
Так что добро пожаловать. В Туркестане были? Здравствуйте. Ən sevdiyim şeylər. Mini sərgi yaradıblar burada. Etnoloğun bugün açılışıdır. Onun üçün biz gəlmişik. Nə gözəldir. Belə sizə yuxarında göstərmək istəyirəm. Buna baxın hələ. Çox gözəl görünür. Ya, bunlara baxın, şirinlər. Merhaba. Merhabalar. Bu nətər idarə edirlər? Let's go. Özüm de buradan düşüyorum. Çekil. Tamam. Ne oldu kaşlıyor? Konsertdən qaçmışıq. Bu səyahətdə əsla normal vlog çəkə bilmədim. Səbəbi odur ki, o qədər qaça-qaçdaydıq ki, bu bir iş səfəri olduğuna görə. Hətta dünənki gündən əvvəl də yaddaş kartım dolmuşdu, telefonum da dolmuşdu. Videoları birinci telefona atıram, ondan sonra notebook atıram. Yəni, kəş ki, o günü vloglaya bilsəydim, çox daha maraqlıydı. Amma heç nə olmaz, buna da şükür deyirik. İndi hazırlaşırıq, artıq Bakıya dönmə zamanıdır. Hər səyahətdən Bakıya qayıdanı çox pis eləyirəm. Bilmirəm niyə, amma İnşallah yeni səyahətlər yenə olar. Çünki mən səyahətsiz yaşaya bilməyəcəyimi bir daha başa düşdüm. Bir şey demək istəyirəm, bilmirəm bu sizə necə məntiqli gəlir, amma səyahət elədikcə bir zamanlar, yəni nə zamansa kimlə ailə həyatı quracağımı bilmirəm. Amma səyahət elədikcə olmayan insan üçün qəribə bir darıxma hissi hiss edirəm ki, mən həyatımda olan bir insanla bu gözəl xatirələri yaşaya bilərəm, onunla bunları gəzə bilərəm. Yəni heç həyatımda olmadığım insan üçün səyahətlərdə həqiqətən darıxıram. Bu bilmirəm nə dərəcədə məntiqlidir. Bilmirəm. Yəni dünən bunu hətta daha çox hiss elədim, bilmirəm niyə. Bəzən sosial mediada elə bir algı yaranır, yəni istəmədən yaradıram ki, sanki mən heç evlənmək istəmirəm, mən ömrümün sonuna qədər tək olmaq istəyirəm. Elə bir şey yoxdur. Mən ailə olmağı, ailəni çox sevirəm. Gözəl bir ailəni, bir-birlərindən heç nə gizlətməyən, mehriban, xoşbəxt, özləri ilə yetinə bilən ailə simvolunu çox sevirəm ki, zamanında mən də belə bir ailəyə sahib olmaq istəyirəm. Amma mən qovalamıram, yəni qaçmıram heç bir şeyin arxası üçün. Sadəcə gözləyirəm və zamanında bilirdim ki, uşaq vaxtıda mən gec ailə həyatı quracağım. Çünki heç vaxt evlilik həvəsim olmuyor. İndi də evlilik həvəsində deyiləm, amma yanlış anlaşılma olmasın. Sadəcə olaraq həqiqətən də İnsan bir yaşdan sonra gördüyü gözəl şeyləri, gördüyü gözəl anları və topladığı xatirələrə bir ortaq olsun, biri olsun həqiqətən istəyir. Nə bilim. Həyat. Dünən saat 5-ə qədər free time idi, amma mən oteldən çıxa bilmədim. Eldor üçün reklam çəkilişi eləməliydim. Dünən işıq çox pis idi deyə sadəcə hamam çəkilişlərini eləyə bildim. Gec oyanmışdım, 11-12 kimi oyanmışdım. Elə 5-ə qədər ancaq çəkilişləri bitirdim, makyajı, saçı və s. Qalan kadrları da
gedir. Qalan kadrları da öz evimdə çəkəcəm. İndi yaxşıdır, işıqlıdır, amma dünənlər heç işıqlı değildi. Artıq hazırlaşıram mənim çamadanım. Sizə otağımı göstərdiyim kadr silinib. Bu arada yenidən göstərəcəm. Mənim çamadanım. Deməli, otağım bu formadadır. Bu mən. Artıq gedirəm deyə hər yerdə. Amma yataq çox rahat idi. Çox əla yatmışam. Burada son paltarlar qalıb, bunları video çəkəcəm. Belə bir divan. Daha sonra belə bir masa. Məncə çox əladır. Həm işləmək olar, həm oturub yemək yemək olar. Mən çaynikdən çay içmişəm. Hər nə qədər desələr də ay belə, elə falan. Bu da hamam hissəsi. Sadəcə bir şey. Bunlarda duş başlığı yoxdur, yəni. Anladınız da nə? Mən burada videolar çəkmək istirdim, amma hər gün saat 8-dən ora-bura qaçdığımız üçün video elə bir şey əsla ola bilməz. Nə qədər dəsmallar var idi. Ümumiyyətlə, otağın təmizliyini, otelin təmizliyini çox bəyəndim. Sizə belə mənzərəni də göstərim. Tək bir mənfi cəhəti var idi. O da Wi-Fi-ın olmaması. Yəni, mənim otağımda Wi-Fi o qədər bərbad idi ki, mən dünən kriz geçirdi. Səyahətlərdə market gəzməyi çox sevirəm. Amma buradakı marketlər Azərbaycandakı marketlərə çox oxşuyurdu deyə o qədər də maraqlı olmadı. Bir Tayland olsaydı, bir 7-Eleven olsaydı, onda fikirləşmək olardı. Dünən qızlarım mola getmişdi. Mən çəkiliş eləyən vaxtı nəsə alıblar. Səyahətdə ən sevmədiyim şeylərdən biri mol gəzməkdir. Amma yanımda kimsə gedirsə, onunla gəzirəm, yəni gedə bilirəm. Belə trip atıram ki, getməyim. Məncə mən çox yaxşı yoldaşıyam. Məncə mənlə gəzən adamlar buraya yazarlar. Bu zamana qədər ən pis səyahətlərimdən biri Alaçatı səyahətim oldu. Əgər gördünüzsə, mən mental olaraq və sağlıq olaraq özümü heç yaxşı hiss eləmirdim və həqiqətən də o səyahətin necə keçdiyini anlamıram. Özümü o qədər pis hiss elədiyim, o qədər sıxışmış, belə ürəyim bulanırdı, qarnıma kramplar girirdi, reql olacağım üçün. Yəni, hər dəqiqə fərqli aurada, fərqli enerjide hiss edirdim. Mənim üçün o səyahət heç yaxşı olmadı. Düzdür, qəşəng yerləri kəşf elədik, qəşəng videolar oldu, amma mənim üçün mental və enerji çox önəmlidir, heç yaxşı olmadı mənə görə. Amma ki, belə normalda heç vaxt yoldaşlarıma çətinlik yaradan bir səyahətçi deyiləm. Nə istəyirlərsə eləməyə okeyəm. Amma tək olacağımsa, əlbəttə ki, hər kəs məncə belədir. Qaydaları mən qoyuram. İstədiyim yerə gedirəm, istədiyim şeyi eləyirəm. Amma dediyim kimi, uyum sağlayan insanım. Belə dirəşmirəm. Bir də otaq məsələsində, məsələn, kimlənsə yatanda, əgər bir otaqda daha doğrusu qalıramsa, bir tək məsələ var. Mən kondisioner soyuğuna dözə bilmirəm. Yəni 10 dəqiqə. Baxın, hazırda kondisioneri neçəyə qoymuşam? Baxın, 29. Yəni kondisioner soyuğuna 10 dəqiqədən çox dayana bilmirəm. Ona görə də təəssüf ki, bu mövzuda məndən heç kəs yəqin ki, ortaq nöqtəyə gəlməz. Çünki isti olan yerdə insanlar belə soyuq istəyirlər, məndə əksinədir. Həqiqətən belə çox üşüyürəm. Bilmirəm niyə, qan azlığıdır bəlkə də, xəbərim yoxdur. Dəsmalları bura qoyum. Nəysə belə, mən burada 1-2 video çəkməliyəm. Çox az 10 dəqiqə vaxtım var yenə. Sonra da onları çamadana atım. Belə. Növbəti vloqlarda görüşərik. Bilmirəm bu sondur yoxsa ortasıdır. Ümid edirəm ki, yenidən səyahət olar. İnşallah. Sizi çox sevirəm. Videonu izlədiyiniz üçün çox sağ olun. Yeni başlayan YouTuberəm. Ona görə mənə dəstək olmağı unutmayın. Bye bye.